Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESK-nın xoşməramlı səfiri Mehriban Əliyeva Moskvada daha bir nüfuzlu mükafata, məzunu olduğu Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin fəxri professor diplomuna və xatirə nişanına layiq görüldü. Təqdimat mərasimi Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Tibb Tarixi Muzeyində baş tutdu. Təqdimat mərasimindən əvvəl Tibb Tarixi Muzeyindəki eksponatlarla tanış olan Mehriban Əliyeva daha sonra universitetdə təhsil alan Azərbaycanlı tələbə və məzunlarla görüşdü. Tədbirdə çıxış edən Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Glbochko universitetin kollektivi adından ali qonağa salamlayaraq qeyd etdi ki, universiteti 1988-ci ildə əla qiymətlərlə bitirən Mehriban xanım Əliyeva ali məktəbin fəxridir. Glbochko, Elmi Şuranın yeşdillik qərarı ilə Mehriban xanım Əliyevaya fəxri professor adı verildiyini xüsusilə vurğuladı və Mehriban Əliyevaya fəxri professor diplomunu təqdim etdi. UNESCO və İSESK-nın xoşməramlı səfiri Mehriban Əliyeva ona göstərilən diqqətə görə təşəkkür edərək bugünkü günün onun üçün əlamətdar olduğunu söylədi. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirdi ki, son 10 il ərzində ölkədə 4000-dən çox məktəb tikilib və təmir edilib. Son 10 il ərzində Azərbaycanda 400-dən çox tibb obyekti inşa edilib. Bunlar tibb mərkəzləri, klinikalardır. Bugün ölkəmizdə bütün sahələrdə inkişaf gedir. İnkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda davam edir. Azərbaycanda beynəlxalq konferanslar, forumlar keçirilir. Heydər Əliyev Fondu yaranan gündən biz öz fəaliyyət prioritetlərimizi müəyyən etmişik. Bu, təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi, zəngin mədəni irsin təbliği və qorunmasıdır. Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi fəaliyyətlə yanaşı, eyni zamanda ölkə xaricində də fəaliyyət göstərdiyini söylədi. Azərbaycanın birinci xanımının Birliyin Ulduzları mükafatına layiq görüldüyünə görə ona verilən 2 milyon rubl vəsaitin 1-ci Moskva Dövlət Tibb Universitetinin hesabına köçürdüyünü bildirməsi isə universitet işçiləri tərəfindən gürültülü alqışlarla qarşılandı. Nəzərinizə çatdıraq ki, tədbirdə Rusiya və Azərbaycanın ictimai-siyasi xadimləri, Azərbaycan-Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Pyotr Glbochko, bir çox universitetlərin rektorları, Rusiyanın aparıcı tibb alimləri iştirak etdilər. İqbal Rüstəmov, Sərxan Sadiqi, İntiraz Moskva.